Elə bil yer üzündə cəhənnəmi yaşadım. Yeni yayılan hantavirusdan sonra pasiyentin dediyi kəlmələr budur. Bu virusun dəhşəti nədədir bilmək istəyirsinizsə, bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. 3 insanın həyatına son qoyan virusdan sağalanlar da var və onların danışdıqları həqiqətən də heyrətə gətirir. Nəyə görə koronavirus qədər dəhşətli görünür bu hantavirus? Bu barədə xəstəlikdən sağalan pasiyent danışır. İzləyək. Hantavirusdan sağ qurtulan şəxs virusu işgəncəyə bənzətdi. Kanadalı Lauren Warburton hantavirusa yoluxduqdan sonra yaşadıqlarını işgəncə və yer üzündə cəhənnəm adlandırıb. O bildirib ki, əvvəlcə COVID-19-a bənzər simptomlar, güclü halsızlıq, baş ağrısı və bədən ağrıları hiss edib. Qısa müddət sonra vəziyyəti ağırlaşıb, nəfəs almaqda çətinlik çəkib və həyat dəstək aparatına qoşulub. Həkimlər ona nadir və təhlükəli hantavirus diaqnozu qoyublar. Lauren təxminən 3 həftə reanimasiyada qalıb. O deyib ki, sağ qalması möcüzə olub. Xəstəlikdən sonra tam bərpa prosesi 1 ildən çox davam edib. Hazırda ürək ritm pozuntusundan əziyyət çəkir və hər gün dərman qəbul edir. Almaniyada yaşayan Christian Ege də hantavirus səbəbindən böyrək çatışmazlığı və sepsis keçirib. O bir neçə gün intensiv terapiyada müalicə alıb. Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən siçan və digər gəmiricilərin sidik və ifrazatları vasitəsilə yayılır. Virusun bəzi növlərində ölüm riski 20-40% arasında dəyişir. Hazırda xəstəliyə qarşı xüsusi antiviral müalicə və geniş istifadə olunan peyvənd mövcud deyil. İnsanların geninə müdaxilə və terapiyalar apardığına görə Çinli alim bir neçə il həbsdə oldu. Lakin dünya elmin və tərəqqinin qarşısına keçə bilmədiyini anladı. Və nəhayət Amerika Qida və Dərman Administrasiyası da gen terapiyasına müdaxilələri icazə verdi. Yəni, indən belə yeni doğulmuş uşaqlara və yaxud da heç doğulmayanların DNT-sinə birdəfəlik müdaxilə eləyib gen terapiyası ilə məşğul olmaq mümkün olacaq. Amma hələ ki yeni addımlar başlayır və bu gen terapiyalar fərqli sahələrdə icra edilir. İzləyək, baxaq. İnsanlar üzərində gen terapiyası sınağına icazə verildi. Amerika Birləşmiş Ştatlarının Qida və Dərman Administrasiyası yaşlanma biologiyası sahəsində mühüm addım atıb. Qurum hüceyrə yaşlanmasının qarşısını almağa hədəfləyən yeni gen terapiyasının insanlar üzərində ilk klinik sınağına icazə verib. Life Biosciences tərəfindən hazırlanmış ER100 adlı terapiya hüceyrələri daha gənc və funksional vəziyyətə qaytarmaqla əsaslanır. Mütəxəssislərin sözlərinə görə bu elmi yenilik hüceyrələri tam şəkildə kök hüceyrəyə çevirmədən daha gənc vəziyyətə qaytarır. Texnologiya Nobel mükafatı laureatı Shinya Yamanaka'nın hüceyrələrinin yenidən proqramlaşdırılması ilə bağlı araşdırmalarından ilham alıb. İlk klinik mərhələdə terapiya əsasən yaşa bağlı göz xəstəlikləri və optik sinir zədələmələri olan pasiyentlər üzərində sınaqdan keçiriləcək. Tədqiqatçılar preparatın təhlükəsizliyini və insan orqanizmində effektivliyini qiymətləndirəcək. Alimlər hesab edir ki, ER100 uğurlu nəticə verərsə, bu yanaşma gələcəkdə yalnız görmə problemlərinin deyil, bir çox yaşla bağlı xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcı ola bilər. Yer kürəsi vətənimizdir, qitəmiz də həmçinin, ölkəmiz də ana vətənimizdir. Amma gəlin görək bizim qitəmizdə Asiyada ən çirkli və ən təmiz havası olan şəhərlərimiz hansıdır? Əminəm ki, bu barədə heç düşünməmisiniz. Bakı yaxşı ki, çirkillər siyahısında yoxdur, amma ən təmizlərin arasında da deyil. İstənilən halda siyahıdan hali olmaq üçün diqqətiniz bizdə olsun. Ən çirkli və ən təmiz Asiya şəhərlərinin siyahısı açıqlanıb. 2026-cı ildə Asiyanın ekoloji baxımdan ən təmiz və ən çirkli şəhərlərinin siyahısı açıqlanıb. Beynəlxalq Hava Keyfiyyəti Platformasının PM2.5 göstəricilərinə əsaslanan hesabatına görə regionda bəzi şəhərlər təmiz hava və yaşıl infrastrukturu ilə seçildiyi halda digərləri təhlükəli hava çirkliliyi ilə mübarizə aparır. Siyahıda ən təmiz şəhərlər sırasında Sinqapur, Yaponiyanın Kyoto və Sapporo
Sapporo şəhərləri. Eləcə də Yeni Zelandiyanın Wellington və Auckland şəhərləri yer alıb. Ekspertlər bildirirlər ki, bu şəhərlərdə sərt ekoloji qanunlar, inkişaf etmiş ictimai nəqliyyat sistemi və yüksək yaşıllıq səviyyəsi hava keyfiyyətinin qorunmasına kömək eləyir. Ən çirkli şəhərlər sırasında isə Hindistanın Dehli şəhəri ilk yerlərdə göstərilib. Bundan başqa Pakistanın Lahor, Bangladeşin Dəkkə, Nepalın Katmandu və Çinin Pekin şəhərlərində də havanın keyfiyyəti təhlükəli həddə çatıb. Mütəxəssislər əsas səbəb kimi avtomobil qazları, sənaye tullantıları, kömür emissiyası və sıx əhali faktorlarını göstərirlər. Paytaxt Bakıda isə bu indeks göstəricisi 47 olaraq qeydə alınıb. Bu göstərici beynəlxalq təsnifata görə good, yəni yaxşı hava keyfiyyəti hesab edilir. PM2.5 səviyyəsi isə 8.5 olub ki, bu da Dehli, Lahor və Dəkkə kimi şəhərlərlə müqayisədə xeyli aşağıdır. Penis xərçəngi dünyada nadir görülən xəstəliklərdəndir və məhz bu xəstəlikdən əziyyət çəkən pasiyentin 6 saatlıq əməliyyatı BBC-də canlı yayımlanıb. Nəyə görə? Pasiyent sağalandan sonra qeyd edilib ki, ona görə elədim ki, insanlar öz orqanlarında hər hansı bir problem olanda bunu həkimə deməkdən çəkinməsinlər və bu vətəndaş əcnəbidir, ölkəmizdə yaşamır, şərq adamı deyil. Deməli, bu problemlər qərblilərdə də var. Ona görə istənilən halda bədənimizin bütün orqanları sağlam olmalıdır və həkimə getmək utanc yeri olmamalıdır ki, nəticədə əməliyyatlıq olmasın, həyat fəaliyyəti dayanmasın. Maraqlı xəbərdir, birlikdə baxaq. Şotlandiyada yaşayan 49 yaşlı mühəndis Alastair Munro penisində yaranan kiçik şişliyin böyüməyə başladığını gördükdən sonra həkimə müraciət edib. Müayinələrdən sonra ona nadir rast gəlinən penis xərçəngi diaqnozu qoyulub. Həkimlər xəstəliyin limfa düyünlərinə yayıldığını müəyyən ediblər. Alastair 7 saat davam edən ağır əməliyyata girib. Cərrahlar orqanın təxminən 30%-ni, həmçinin xərçəng yayılan limfa düyünlərini çıxarıblar. Daha sonra but nahiyəsindən götürülən dəri ilə rekonstruksiya aparılıb. İlk əməliyyatdan sonra bədəndə yenə xərçəng hüceyrələri qaldığı üçün o ikinci dəfə əməliyyat olunub və radiasiya terapiyası alıb. Hazırda tam sağaldığı açıqlansa da Alastair ciddi fəsadlarla yaşayır. O normal sidiyə gedə və cinsi həyat yaşaya bilmir. Həkimlər növbəti 2 ildə xəstəliyin yenidən qayıtma riskinin yüksək olduğunu bildirir. Alastair əməliyyatının BBC tərəfindən videoya çəkilməsinə xüsusi məqsədlə razılıq verilib. O bildirib ki, kişilər utandıqları üçün simptomları gizlətməməli. Hər hansı şiş, qanaxma və ya dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər. Beynəlxalq adı hamakdır. Biz ona nənni də deyirik, yerləncəkdə. O ki, iki ağacın arasına bağlanır və içərisində uzanırıq parçanın üzərində. Ha, bax onu deyirəm. Sən demə sağlamlığa həddindən artıq faydalıymış, xüsusilə əzələlərə və sinir sisteminə. Yay gəlir, artıq necə istirahət eləyəcəyimizi və bədənimizi necə müxtəlif stresslərdən azad eləyəcəyimizi bilirik ninnidə. Nənnidə yellənmək əzələlərə xeyirdir. Mütəxəssislər bildirirlər ki, hamakda uzanaraq dincəlmək bəzən ağır məşqlər qədər orqanizmə fayda verə bilər. Beynəlxalq Balet Studiyası şəbəkəsinin məşqçisi Akulina Bakturinanın sözlərinə görə fasiləsiz məşq, yuxusuzluq və sərt pəhriz bədəndə stress hormonu olan kortizolun artmasına səbəb olur. Bu isə qarın nahiyəsində piylənmə, iştahının artması və yorğunluq yaradır. Məşqçi qeyd edib ki, bədən əzələləri məhz istirahət zamanı bərpa edir. Hamakda, yəni nənnidə sakit şəkildə uzanmaq, yüngül yellənmə və təmiz havada dincəlmək sinir sistemini sakitləşdirir, kortizol səviyyəsini azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Onun sözlərinə görə gündə 20-40 dəqiqə belə istirahət etmək maddələr mübadiləsinə, ürək-damar sisteminə və çəkiyə müsbət təsir göstərir. Mütəxəssis vurğulayıb ki, əsas məqsəd telefona baxmaq deyil, beynin və bədənin tam rahatlamasına imkan yaratmaqdır. Bugün olan səhiyyə xəbərləri bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.